Azərbaycan toyları da çox belə rəngarəng olur və çox abartılı mən görmüşəm ki, olur. Və eyni şəkildə bizdə də Pakistanda toylar çox abartılı olur və indi daha çox mən onu görürəm, nəinki əvvəllər və burada oxşar cəhətlər də çoxdur, amma təbii ki, fərqliliklər də var. Oxşar cəhətlərimiz odur ki, bizdə mən görmüşəm ki, Azərbaycanda da gəlinlər qızıl taxır, qızıl brilliant və eyni qaydada Pakistanda da toyda mütləq gəlin qızıl taxır. Və bizdə daha biraz çox qızıl olur, çox taxırlar. Və yemək yox, hələ geyim. Bir də geyimlərdə biraz fərqli cəhətlər var. Çünki Azərbaycanda toyda gəlin mütləq ağ geyinir, ağ belə donu olur. Amma Pakistanda gəlinlər daha rəngli geyinirlər. Məsələn, toy günü gəlin qırmızı, mavi, qızılı, bu cür işləmli geyimlər geyinirlər. Bu, yəni oxşar cəhətlərdir, amma biraz fərqlənir. Pakistanda cehiz adətləri var. Bax, mənə çox maraqlıdır. Bəli. Eyni qaydada oxşar cəhətlərdən biri də cehiz adətidir ki, o Pakistanda da var. Məsələn, bizdə ailədə qız doğulanda, mən onu Azərbaycanda da görmüşəm ki, valideynlər daha çox da ana, yəni başlayır ki, artıq qızın cehizə yığılmalıdır. Bu adət bizdə çox oxşardır. Pakistanda da, yəni mən çox görmüşəm ki, analar qız doğulandan sonra artıq, yəni hara gedirlərsə fikirləşirlər ki, mən bunu qızın cehizini alım, mən bunu qızın cehizini alım və qız evlənənə qədər hər şey bir otaq deyim ki, belə dolu olur qızın cehizi ilə. Və bunu mən burada da görmüşəm, Azərbaycanda da var. Bunlar oxşar cəhətlərdir. Toy adətlərində süfrə mədəniyyəti necə? Bizdə də Pakistanda çox yemək, yəni toydursa ilk olaraq yemək ağla gəlir. Yəni bizdə toya gedirsənsə, yəni bilirsən ki, orada cürbəcür yeməklər olacaq. Ancaq sadəcə bir fərq ondadır ki, məsələn, burada mən görmüşəm ki, toy 6-da başlayır və 12-də qurtarır və 6-da başlayanda o vaxtdan artıq yemək başlayır və 12-yə kimi yemək yəni təqdim olunur. Ancaq Pakistanda bir dənə fərqdir ki, məsələn, toy başlayır, amma toyun içində bəlli bir saat olur ki, həmin saatda yemək artıq insanlara açılır. Yəni bu fərq var, amma çeşid olaraq təbii ki, yemək çeşidləri çox olur. Azərbaycandakı kimi olur. Yəni salat çeşidləri olur, əsas yemək, düyü çeşidləri, plov çeşidləri, kabab çeşidləri hamısı toyda olur.